kişi ailə həyatı qurdusa, öz ailəsini götürüb ayrı yaşamalıdır. Çünki oğlan ayrı yaşadığı zaman reallaşır. Ana tanıyanda yox. Oğlan ayrı yaşamalıdır. Yəni oğlan o kişi olmaq üçün ailəsini götürüb çıxmalıdır ayrı evə və ayrı yaşamalıdır. Belə Bir gün ədalətsiz bir şah ölkədə yaşlı nəsli azaltmaq prinsipi ilə əmr verir ki, hər kəs öz yaşlı valideynlərini aparsın meşənin dərinliklərində azdırsın. Və növbə çatır bir oğlana, bu da tərkinə alır anasını, aparır meşənin dərinliyinə azdırmağa. Anası qapıdan gül çiçək toplayır. Gəlir həmin məqama çatanda, deyir, ana, gəldi vidalaşmağa, bəs sənin əlindəki o güllər var idi, onları neynədin? Deyir, bala, o gülləri sənin yoluna səpdim ki, qaydanda yolu azmayasan, o güllərin istiqamətinə gedib mənzilinə çatasan. Analar budur. Analar əsl, təbii ki, analardan söhbət gedir. Analar onu azdıran evlada azmamaq üçün bu imkanı yaradır. Ay bu kişi, ay oğlan, nə deyim, bax sənə nə deyim, çıxmısan təbliğat aparsan. Deyirsən ki, insanlar ayrı yaşayanda kişi olur. Bir gənc evlənirsə, ayrı yaşasa kişi olur. Sən elə kişi öləsən. Əgər mən sənə birbaşa deyirəm, sən əgər kişi kimi formalaşmısan, elə səni o cürə öləsən. Mən heç kimə qarğış eləmirəm, bu fikirdə olan gənclərədir sözüm. Kişiliyiniz olsun, vicdanınız olsun. Ana, ata əzizdir, müqəddəsdir. Yad qızına satmayın. Analarınızı, atalarınızı yad qızına satmayın. Yad qızı dediyimiz də sevimli balalarımızın anasıdır. Əgər sən ayrı yaşamaq istəyirsənsə, əgər sən təklikdə arvadına əziyyət verməyi istəmirsənsə, yaxşı kişisənsə, qeyrətli kişisənsə, biraz da özünə bir saatda artıq işlə, bir qulluqçu tut, atana anana qulluq eləsin və ailədə söz-söhbət olmasın. Əgər sənin o naxələf arvadın qaynanasına, qaynatasına xidmət eləmək istəmirsə və evdə skandal yaşanırsa və sənin kişiliyin çatıb ona deyə bilmirsənsə ki, arvad, onların haqqı mənim üstümdədir, sənin kimlərinin yüzü qurban olsun atama, anama, onu deyə bilmirsənsə, onda qələtini elə. Get artıq işdə qulluqçu tut, arvadına da əziyyət vermə, anan günündə qulluğunda duran olsun. Biraz kişiliyiniz olsun, biraz vicdanınız olsun. Və buradan o qızlara və qızlarına səhv təbliğat verən analaradır sözüm. Ərə verəndə qızınızı vicdanınız olsun. Tapşırın ki, ata-ananın, qaynatanın qulluğunda durun. Və o sizin, yəni Allah qarşısında mükafatınızı Allah verəcək sizə vaxtilə. Ya balanıza verəcək, ya kiməsə, ya özünüzə verəcək. Yəni atanın, ananın fərqi yoxdur. Qaynana, qaynata. Bəli, var, əzazil qaynanalar var. Qaynatalar var, gəlinin hər bir işinə qarışır. Yəni elementar bir şeyə qarışır. Var, elə insanlar var. Amma biraz səbr eləyin. Səbr eləyin ona görə ki, səhər Allah qarşınıza çıxar. O qaynana, qaynata sizin sınağınızdır. Bir gəlin kimi ailə saadətini əldə etməkdən ötürü o ailədə mehribançılıq yaratmaz. Siz yaradın da, bacarın siz yaradın. Ay kişiciklər, hansı ki bu fikirdə olanlar. Sizə bir sözüm də var. Əgər bir gün siz arvadınıza görə valideynlərinizi atırsınızsa, sabah inanın ki, sizin evlatlarınız hansısa bir hərəkətinə görə anasına cavab qaytarsa, anasına qarşı çıxsa, siz ona desəz ki, qələtini elə anana qarşı çıxırsan, o sənə qayıdıb deyəcək ki, sən kişilikdən danışma, sən arvada görə atanı, ananı atan bir şərəfsizsən. Yəni mən birbaşa deyirəm, əgər valideynini kimsə atırsa, o birbaşa şərəfsizdir. 100 dənə, milyon dənə qadın, gəlin, qız qurban olsun analara, atalara. Yəni bunu bir dənə beyninizə vurun ki, insan həyatda yaşayırsa, o bir tək Allaha, bir də valideynə borcludur, başqa heç kimə. Hansısa bir kimsə onun dayağında dura bilər, o ona borclu deyə sadəcə insanlıq haqqını qaytarmalıdır. Ancaq vicdan, borc, əsas valideyndir, bir də Allahdır. Yəni bunları düşünün. Bu cavanlar çıxırlar. Bu indiki cavanlar nə yeyirlər, nə ilə qidalanırlar, mənim başım çıxmır. Ancaq səhv təbliğat, ancaq çıxırlar bülbül kimi cəhcəh vururlar. Ancaq pis təbliğat. Ata bəsdir də bu cavanları niyə pozursunuz? Bu bir də bax, hələ çıxıb deyir kişi ayrı yaşayanda. Sən nə bilim, nə deyim, bax beləsindən nə deyəsən ki, valideynindən ayrı yaşamağı özünə kişilik bilir. Yəni mən də bunları deməkdə kimsə düşünər ki, bəlkə mən hansısa bu həyatı yaşamışam ona görə. Yox, əstəğfurullah, mənim birincisi, mənim anam toyuma bir gün qalmış rəhmətə gedib. Anam mən sarıdan gəlin görməyib. Onu da mənim səhifəmdə 3-cü videoda ətraflı baxa bilərsiniz, kiməsə maraqlı olsa. Yəni mənim bunları yaşamamışam. Sadəcə bu gənclərin bu fikirdə olmağı mənə təsir edir. Uçuruma gedir millət. Bu gənclərin bu psixologiyası, gənclərin bu təfəkkürlü deyək, inkişafı, bu inkişaf deyil, bu uçurumdur, xalqın uçurumudur. Yəni bu gənclərin bu düşüncədə olmağı uçurumdur. Yəni dediyim odur ki, ay belə düşünənlər, arvadınıza dəyər verirsinizsə, başqa şeylərdə dəyər verin. Arvadınıza dəyər verirsə, yaxşı uşaq böyüdün, yaxşı evlad böyüdün ki, o sizin arvadınıza səhər evladlıq eləsin. O bilsin ana nədir. Siz ananıza, atanıza pis olandan sonra, vallah billah, o həyat bumerangdır. O sizin qarşınıza çıxacaq. Allah yaxşı atasına, anasına dəyər verən oğullarımızı qorusun və qaynanasına, qaynatasına öz valideyni kimi baxan gəlinlərimizi qorusun. Və buradan da səslənirəm qaynanalara və qaynatalara. Bu şəraiti yaratmayın, xahiş edirəm. Bu şəraiti yaratmayın. Yəni bilirəm, başa düşürəm sizin
o gəlinlər gəlir evinizə və o köhnə o bir misal və köhnə elə təzə adət gətirmək istəyirlər və bunda siz qəbullanamırsınız. Biraz səbirli olun. Səbirli olun ki, bunlar bu cürə, yəni ki, düşüncədə olmasın. Allah xalqımızı, dövlətimizi qorusun. Valla çox pis bir necə deyim, cəmiyyətə gəldik, çıxdıq. Bu cəmiyyətdə özümüz formalaşdırırıq, amma çox pis formalaşdırdıq. Bilmirəm, səhv kimdədir, bizdədir, yoxsa bu müasir mediadadır, nə bilim, informasiya dünyasındadır, avropalaşmaqdadır, bilmirəm nədədir. Axırı çox pis cəmiyyətdə yaşayırıq. Allah xalqımızı, dövlətimizi qorusun.